uşağın başını divara vurur, yumruq vurur, üzünə cırmaq atır. Mən neyniyim? Hələ bir məni də vurur hirslənəndə. Əziz valideynlər, uşaqlar bəzən öz duyğularını, hiss etdiklərini sözlə ifadə edə bilmirlər. Hələ ki, böyüklər bunu bacarmırlar. Uşaqlarda biz bunu necə gözləyək? Siz nə zaman bu davranışları çoxalda bilərsiniz? Əgər həmin an uşağa bəsdir də, yenə başladın, sənə demişəm belə etsən bir də səni gəzməyə aparmayacağam. Deyən indi atava zəng vururam səni şikayət etməyə. Bax bu cür davranmağımız, yəni mən səni anlamıram, anlamaq da istəmirəm mesajını verir uşağa. Amma biz nə etməliyik? Məsələn, uşaq nə vaxt ağlayır? Bir oyuncağı qırılsa, parkda onun oyuncağını kimsə əlindən alsa, marketdə istədiyi şeyi biz ona almasaq, bu zaman uşaq şiddətli şəkildə ağlaya bilər. Yəni bu deməkdir ki, axı mən onu çox istəyirdim. Axı mənim oyuncağım sındı, mən buna görə kədərliyəm. Axı mənim dostum o mənim oyuncağım idi. Mənə qarşı haqsızlıq olundu. Mənim əlimdən aldılar. Bax uşaq bunları demək istəyir həmin hadisələri müşahidə edib, ona yaslanaraq, onun göz səviyyəsinə enərək, onun gözünün içinə baxaraq, mən səni anlayıram, sən kədərləndin, sən bu oyuncağı çox sevirdin və yaxud da ki, sən bu şokolatı çox yemək istəyirdin, sən öz oyuncağını başqası ilə paylaşmaq istəmirdin deyərək onun duyğularını dilə gətirsək, bu onu rahatladacaq. Əgər bu mövzularda videolarım sizə də maraqlıdırsa, izləməyə və videoları yadda saxlamağı unutmayın.